bu cəsədlərin yandırıldığı yerdir. Başıma dönərsən, amma mən lahmacun istəyirəm. Adam zad yoxdur, bas geç, bas. Do you know Azerbaycan? Huh? Mina. What's your name? Mina. Mina. And you? Sadik. Sadiq. Sadik. Deyəsiz ki, burada balığı hardan tuturlar? Yalan danışma. Yox. Amma yəni bura günorta gəlmək çox böyük ağılsızlıq. Yəni var yox hissinə oxşar bir yer yəni belə. Salamlar, bir də salamlar. Hara gedirik? Hara getdiyimizi bilmirəm, amma yaxşı yerə gedərik də. Yəni mən nə vaxt pis yerə aparmışam açıqçası. Gedək. Oturaq ceyranımıza. Hardayıq onu demədi. Demədi. Hardayıq? Təbii ki, Kambodjadayıq. Harda qalmışdı? Kambodjada qalmışdı, deməli Kambodjadayıq. Siem Reap'dayıq. Bunun yaxınlığında bir yer var. Bir dənə qəşəng bir göl fason bir şeydir. O göl, orada çox şey var da. Gedəndə görəsiniz. Getdiyim yer təqribən 30 kilometr falan uzaqlıqdadır. Yəni 30 kilometr gediş. Biz nələr görmüşük. Biz 200 kilometr sürdüyümüz oldu bir günə. 200 idi, 250 idi. O qəza elədiyim gün bir 300-ə yaxın sürmüşdüm. Yadıma gəlir. İndi də 30 gediş, 30 gəliş, 60 falan. 100-ə yaxında bugün sürəcək. Getdik. Yenə girdim bu belə qırmızı yollara. Burada yəni motor sürmə bildiyin zülümdür. Bildiyin yəni adamın bütün həyatın burnundan gətirir. Bilməm neçə kilometr bu formada uzanacaq. Bu yollarda daha rahatdır. Amma yağış yağmadığı müddətcə. Yəni yağış yağmadığı müddətcə bu yollar yaxşıdır. Normaldir. Sən biraz atıb tutur, amma gedər. Yağış yağanda bu yolları görmə. Zaten bu ehtimalın 1-2 həftəyə də artıq Kambodjada yağış sezonu başlayacaq. Video yayda paylaşılacaq bu ehtimalın, amma videonun çəkiliş tarihi maydır. Amma iyulda falan artıq, mayın ortalarında da belə deyim, 1-2 həftə falan artıq buralarda yağış sezonu başlayacaq. Buralar yağışlanacaq buralar. Yolüstü belə bir şey gördüm. Gəlin bunun haqqında sizə məlumat verim. Bu cəsədlərin yandırıldığı yerdir, krematoriyalarda. Hindistanda kimi deyil də, yəni burada. Hindistanda cəsədlər açıq-aşkar şəkildə yandırılırsa, Tayland, Kambodja, Laos kimi ölkələrdə bu cür krematoriyalar mövcuddur və cəsədlər burada yandırılır. Daha sonra da burada görürsünüz, məbədin yaxınlığında qəbristanlıq tərzi bir yerdir. Cəsədlərin külü ya orada yerləşdirilir və yaxud da ki, ailəyə təhvil verilir. Ailə də o külü harasa səpəliyə edə bilər, harasa yerləşdirə bilər. Yəni, ailənin öz, belə deyim, istəyindən asılı olur. Deyim ki, bu cür bir krematoriya mövcuddur. İçərisində göstərəcəm. Cəsədlər bura qoyulur. Gördüyünüz kimi bura qoyulur. Daha sonra içəriyə aparılır, orada yandırılır və külü götürülüb ailəyə təhvil verilir. Gedək, yola davam. Gedək, yola davam. Bağlı deyə buranı açdım. Gedək, yola davam. Yol üstü belə bir yoxlanma məntəqəsi var. Burada şey satırlar. Boat Ticket Office. Bura, belə bir yerdə ora. Ora qayıqlarla da getmək olur. Qayıqla da getmək olur, şeylə də getmək olur. Nədir onun adı? Özün də gedə bilirsən. Belə. Qayıqlarla. Belə o bir şey olur. Amma qayıq neçədir, bir ona baxım. Qayıqla mı gedim, özüm mü gedim, onu bilmədim. Qayıq neçə olur ümumiyyətlə? Baxam, görüm. Necədir biletlərdə yazılıbdır. Hello? How much boat ticket? How much boat ticket? Okay. Niye böyle uzandı? How much boat ticket? How much? How many people you have? One. Only one, right? Oh yes. How much? You've only tried $22. I want to know about prices. Yes. How much? $22. $22. Okay. Thank you. 20
22 dollar. Baha da. Bahadır. Qardaş, vallahi bahadır. Bahadır. Özümüz motorla gedək. Amma ora onsuz da girişə də əlavə pul alırlar sələm. Amma deyir, çox adam gəlsəz, yəni ona görə soruşur ki, neçə nəfərsiniz? Çünki çox adam gələndə belə yerlərə qiymət aşağı düşür. Gedək, o tərəfə gedək. Yenə yollar pozuldu. Yenə yollar pozuldu. Gül kimi düz yola çıxmışdı. Nə qədər qaldı? Göstərir 3 kilometr falan göstərir. Orada polis saxlı, polis deyildi daha doğrusu. Yəqin ki bura şeydir, nədir onun adı? Giriş yoxlama nəsə, elə bir şeydir. Saxladı deyir ki, bəs ora özün getmək istəyirsənsə qabaqda bilet almalısan. Qayıqla getmək istəyirsənsə burada bilet almalısan falan tərzi bir şey dedi. Dedim qaydam, özüm gedərəm, başıma dönərəm sən. Başıma dönərəm. O dedi ki, bəs başıma dönərsən, amma mən lahmacun istəyirəm. Desəm, buralarda bilet aldılar, desəm, bura giriş üçün yox. Ticket kontrol. Adam zad yoxdur. Bas gedir. Adam zad yoxdur. Hala. Adam zad yoxdur. Bas get. Deyəsin, gəlirik. Qayıqları görürsünüz, hamısı var, ora aiddir. Bu nə qədər ətrafda qayıq var. Bura balıqçı qəsəbəsidir. Gölün üstündə yerləşən bir balıqçı qəsəbəsidir. Görürsünüz, nə qədər ətrafda qayıqlar var. Çoxdur, qardaş, dəhşət çoxdur. Ətrafdakı evlər görürsünüz. Və ətrafdakı evlərin hamısının bu formada tikilməz səbəbi bu yağış sezonlarında buraların daşmasıdır. Yağış sezonlarında buralar daşır deyim, buralar su altında qalır və ətrafdakı evlərdə bayaqki qayıqlar var idi. Yağış sezonunda o qayıqlar artıq, yəni belə deyim, istifadəyə yararlı hala gəlir. Çünki su qalxır axı. O qayıqlar istifadəyə yararlı hala gəlir. Bu evləri də bu formada da onu görə tikiblər ki, yəni yağış falan yağanda, çox yağanda, buralarda o belə deyim, buralarda o wet season, yəni yağış sezonu olanda hər yeri su basdığı üçün, yəni buralarda suyun səviyyəsi qalxdığı üçün, görürsünüz, bu evlər də ona görə bu formada tikilib. Yəni görürsünüz, bütün evlər hamısı bu taxta sütunların üzərindədir. Hamısı. Bu qayıqlar da aynə giyiş səslər çıxarırsan. Görürsün, bütün evlər hamısı. Oh! Hello! Bura yağış sezonunda gəlmək də maraqlı olarmış. Yağış sezonunda da buranı görmək maraqlı olar. Su hansı səviyyəyə qədər qalxır falan düşünürəm. Amma burada asfalt varsa su hansı səviyyəyə qədər qalxa bilər ki burada? Nağarsan Ayqam, nağarsan. Yəni motosikleti bir yerə qoyum, sizdən söhbət edəcəm ayrılıqda. Burada ha? Where you come from? Azərbaycan. Brazil. Ha? Brazil. No, Azərbaycan. Russia. Azərbaycan. Do you know Azərbaycan? Ha? Mina. What's your name? Mina. Mina. And you? Sadiq. 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 Yəni görürsünüz, ətrafda nə qədər qayıq var. Bunlar hamısı işlək qayıqlar da bu arada. Çünki bura bir balıqçı qəsəbəsidir və balıqçı qəsəbələrinə xas olan görüntü, konkret fikir verirsiniz. Dayaqların üzərində evlər. Bunu mən şeydə daha çox görürdüm. Görmüşdüm daha doğrusu. İlk də Norveçdə. Norveçin Lofoten adalarında orada bu cür evlər doluydu. Ətrafda belə qayıqçı
Qayıqçı nə idi? Balıqçı qayıqları. Qayıqçı balıqları. Qəşəng görüntüsü var. Bunlar buradan gedirlər. Deyəsiz ki, burada balığı hardan tuturlar? Yalan danışma. Yox. Bunlar qayıqla gedirlər. İrəlidə göl var və Kambocanın ən böyük gölü hesab olunur. Həmin göl Tonle Sap gölü və gedirlər həmin gölə. Orada balıqlarını tuturlar, geri qayıdırlar. Burada kəndin içərisi. Belə bir balıqçı qəsəbəsi. Şurada adını demədim, Kampong Pluk. Kampong Pluk qəsəbəsidir bura. Qəsəbə deyir, şəhər deyil, şəhər burada bir şey deyil. Yəni qəsəbədir, konkret qəsəbədir. Kampong Pluk qəsəbəsi. Amma yəni bura günorta gəlmək çox böyük ağılsızlıq. Yəni çox dəhşət istidir, çox istidir. Onun nəfəsi kəsilir. Yol bilmirəm hara gedir, amma məncə gölə gedir. Gölə gedir. Məncə. Valla bu göllər, bu bataqlıq ərazilər falan ərazidir. Biraz şey xatırladım. Bu yolda biraz şey xatırladım. Nədir onun adı? Ağgöl Milli Parkı. Ağgöldə, Şirvanda da var, buna oxşar bir şey var. Şirvanda da çoxdur deyə bu cür ərazilər. Yəni, deyirəm, bu gölə çıxmalıdır, bu yol çıxdı da. Bu yol gölün yoludur. Gölün hər tərəfi balıqçılar da, balıqçı qəsəbələridir, balıqçı qayıqları falan beşmişən deyil. Bizə nə idilər təxminən? Belə var yox hissinə oxşar bir yer, yəni belə. Yəni adamın burnu çartlayır. Vah! Görüntü odur, iyi o deyil. Görüntü konkret odur, amma iyi qətiyyən o deyil. Qətiyyən ha. Bu da Kambocanın ən böyük gölü, ən böyük. Dediğim kimi bu göl Kambocanın ən böyük göldür, amma belə bir şey var. Hal-hazırda məsəl üçün bu gölün ərazisi 2500 kvadrat kilometrdir, düzdürmü? 2500 kvadrat kilometrdir, amma yağış sezonu başlayanda gölün ərazisi olur təxminən bir 5 dəfə daha çox, 16.000 kvadrat kilometrə qədər çoxalır gölün sahəsi yağış sezonlarında. Göl dolur. Ətrafdakı hər yer qalır gölün altında. Elə deyək. Belə bir yer olur. Qaqam da buranın balıqçısıdır, balıq tutur. Belə bir yer, maraqlı. Maraqlı deyəndə adi göldür yəni. İyiyə burnumu öyrəşdi ya, onu bu adam hər şeyi öyrəşdi. Bu iyiyə burnumu öyrəşdi. Gələndə iyi tuturdu məni. İndi o da öyle. Yəni konkret. Qaqama bax. Bildiyim balıqçıdır da, bildiyim balıqçıdır. Nə var burada? Benzinimi qoysan, ay zulmunu, o benzin niyə belə zayla yox sudur. Deyirəm, benzin niyə belə zaylayır? Motosikleti anasını ağladıbdılar. Yəni anası ağlayır ki, nə olar məni minməyin. Motosiklet məni minməyin deyə ağlayır. Yəni belə bir yer. Yəni gəldik, gördük.
Qaydaq gedir. Kimsə arxadan qışqırır. O buradakı qayıqlardan birini gəlsidi. Arxadan özünü dağıdır ki, bəlkə səni aparım göldə gəzdirim, bəlkə səni aparım göl. Mən də deyirəm ki, heç kimin qayığına min. Ay, göl görməmişəm. Niyə deyirəm? Gəldim də ətrafını gördüm, bəsdir. Deyirəm gölün ortasında. Ağaçlıq var gölün ortasında. O qayıqlarla o ağacların falan 5 metrdən belə meşəlik tərzi bir şeydir gölün içərisində. Oradan aparıb gəzdirirlər. Kimi 20 dollar. Gölün ortasında bax görürsüz, şeylər də var, evlər də var. Görürsüz. Bu qayıqlar o şeylərə də aparır. Bu kafe, restoran falan 5 mekan da var burada. Aparıb oraları da gəzdirirlər. Amma mən bu qədər artıq geri dönə bilərəm. Haydi, dönək. Artıq qayıda bilərik. Dirək bir saatda hələ yolumuz var. Geri dönəcəyik. 1 saatda geri dönmüşük. Bir 7-Eleven tapdım burada. Özünü tulla. Ulan 7-Eleven'lar amma Kamboca o da bütün görürsünüz rəflər falan hamısı bomboşdur. O deyil. Amma qiymət ucuzdur, yenə ucuzdur. Amma o deyil. Burada da videonu bekunlaşdırarıq. Çox da uzatmayalım videonu. Bu qədər kifayətdir. Yeni şəhərlərdə, yeni ölkələrdə yeni videolar görüşmək ümidi ilə. Sağ olun.